Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebi ba'de. Hörmətli dinləyicilər, burada Quranın nazil olması barəsində Şeyx Salih Ali Şeyxdən, Allah onu qorusun, böyük fayda oxuduq, istədik sizlə də paylaşaq bunu. Şeyx buyurur ki, Quran avaz kimi istifadə edilsin deyə nazil edilməmişdi. O, səslərdən zövq, ləzzət almaq üçün, qarinin səsindən zövq, ləzzət almaq üçün nazil edilməmişdi. Quran ona görə nazil edilmişdir ki, insan onu dərk etsin və sonra da ondan əməl etsin. Əvvəl dərk etsin, sonra əməl etsin. Quran təfəkkür üçün nazil edilmişdir. Uca Allah Sad surəsində buyurur ki, Kitabun ənzəlnəhu ileykə mübarakun. Bu, yəni Quran sənə nazil etdiyimiz bərəkətli bir kitabdır. Yəni dünya və axirətdə çox xeyir gətirən bir kitabdır. Bəs niyə nazil etdi? Buyurur ki, Uca Allah, liyəddəbbəru əyətihi və liyətədəkkərə ulul əlbəb. Ayələri üzərində düşünülsün və ağıl sahibləri ibrət alsın deyə. Deməli, Allah Quranı iki məqsədlə nazil etmişdi. Birinci, təfəkkür etmək. Uca Allah buyurur ki, Əfələ yətədəbbərunəl Qur'an əm alə qulubin əkfaluha. Onlar Quran barəsində düşünmürlərmi? Yoxsa qəlblərinə kilit mi vurulub? Qəlblərin üstündə qıfıllar mı vardır? Quran qəlbləri hərəkətə gətirmək üçün nazil edilmişdi və bu Quranın nazil olma məqsədidir. Uca Allah'tan istəyirik ki, Quranı qəlbimizin baharı, köksümüzün nuru və hüznümüzün və sıxıntımızın keçib getməyi üçün səbəb eləsin.